Tamaşaçılar, qonağımız Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevdir. Fərəc Quliyev bilirsiniz ki, bu hadisələrin iştirakçısı, şahidi, nə bilim, yəni bütün bu tarixi yaşamış bir siyasətçidir. Ona görə də Fərəc Quliyevi biz bugün 20 yanvar günü studiyamıza dəvət eləmişik ki, bax bu məsələlərlə başlayaq söhbətimizə, sonra şimaldan cənuba və qərbə qədər olan qonşularımızla da bağlı söhbətimizi davam etdirək. Siz isə suallarınızı bizə yazın, sizin də suallarınız ola bilər. Onları da çalışacağıq ki, efirimizin gedişində səsləndirək. Fərəc bəy, xoş görürsünüz. Xoş gördük. Fərəc bəy, 36 il keçir bu hadisələrdən və bəzən suallar verirlər ki, SSR dağıldı və digər ölkələr də qansız qadasız müstəqil oldular. Türkmənistanı, Tacikistanı, Moldovası və s. Bəlkə elə biz də o zaman bu hadisələrdən keçməsəydik və itkilər vermədən də müstəqil ola bilərdik. Siz bu fikirləri, bu yanaşmanı qəbul edirsiniz əvvəla? Əmin bəy, təbii ki, siz bayaq toxundunuz bu məsələlərə. 20 yanvar faciə kimi qiymətləndirilməlidir. Bəli. Bütün savaşlarda itkilər olur. Təbii. Bu imperiyanın ilk açıq döyüşüdür. Əlyalan xalq və imperiya silahı ilə birbaşa ilk dəfə idi ki, üzə gəlirdilər. Yəni müxtəlif adlar altında gizlətməyə baxmayaraq imperiya o gün öz sifətini göstərdi və o açıq döyüşdə Azərbaycan xalqı qalib gəldi. Bu qələbə günüdür. Mən şəhidlərimizə rəhmət diləyirəm. Amin. Və hesab edirəm ki, həmin gün sonradan qazanmış müstəqillik toxumlarının qanla suvarılan günüdür. Məhz müstəqillik ondan sonra daha sürətlə ona doğru xalq getməyə başladı. Sizin verdiyiniz sualın altında nə yatdığını mən anlayıram. Bəziləri müstəqilliyin verilməsini deyənlər heç olmasa 20 yanvarda utanmaqları lazımdır. Yəni bu yolda atılan son addımda nə qədər şəhidlər vermiş. Müstəqillik verilmir, müstəqillik alınır. Bəli. Və o savaş olmasaydı, bugünkü müstəqilliyə gedən yol açılmazdı. Əlbəttə ki, o həmin günə bağlı deyildi. Azərbaycan bölünəndən 200 il müddətində daim həm şimalda, həm də cənubda mübarizə gedibdi. Hətta biz cənubda bir neçə dəfə dövlət qurmuşuq, sonra süquta uğrayıbdı. Mən Peşəvərinin hakimiyyətini nəzərdə tuturam, Zəttar xanın hakimiyyəti, orada Xiyabanın hərəkatı və s. Hələ 79-cu ildə Şəriət Mədarinin rəhbərliyində biz qalib gəlmişdik. Əlimizdən qələbəni uğurladılar bizi. Və Şimal Azərbaycanda da 20-ci il süqut eləyəndən sonra bizim dövlətimiz işğal olunandan sonra da mübarizə davam elədi. 37-ci ilə qədər qaçaqçılıq hərəkatı var idi. 41-45-ci illərdə bizim legionerlər çox ləyaqətlə savaşdılar. Rəsulzadənin siyasi və Düdəncəskin hərbi rəhbərliyi ilə savaş getdi. Bundan sonra Rəsulzadə mühacirət mübarizəsini davam elətdirdi və dissident hərəkatı başladı Yetişmək dönəmində. Nəhayət ki, bu son dalğa artıq Rusiya imperiyasının qarşı-qarşıya gəldi. İllərdir büdcəsinə pul verib ordusunu saxladığımız bir imperiya ordunu üzərimizə gətirdi. Və həmin gün Ruslar zahirən qalib gəlməyinə baxmayaraq hesab edirəm ki, bu bir pir qələbəsi idi və zaman göstərdi ki, biz qalib gəlmişik. Və siz bayaq söhbətin müqəddimə hissəsində qeyd elədiniz. Zaman-zaman qələbəni möhkəmləndirdik və ərazilərimiz tamamilə işğaldan azad olundu. Şimal hissəsində və hesab edirəm ki, Milli Azadlıq Hərəkatının şimalı, cənubu olmaz. Və bu Milli Azadlıq Hərəkatı indi cənubda da davam edir və inşallah ki, orada da sözümüzü deyəcəyik. Mən bir daha xalqımıza, şəhidlərimiz üçün başsağlığı verirəm və o dəyanətən o ayaqüstə durmaqda davam etdirməyə arzulayıram. Təsadüf deyil ki, 89-cu ildə Azərbaycan xalqı ilin xalqı adlandırılmışdı, ən güclü xalq olaraq da. Bəli. Və 20-ci ildə savaşda da Azərbaycan xalqı yenə də ən güclü xalq olaraq elan olundu. Bu çox maraqlı bir məsələdir ki, Azərbaycan xalqı deməli, qalxıb sözünü deyəndə onun qarşısında dayana biləcək bir qüvvə yoxdur. Yəni hər 20-30 ildə bir Azərbaycan xalqı dünyanın önünə çıxır və bir xalq olaraq, bir güc olaraq öz qüdrətini nümayiş etdirir. Təbii. Yəni Türk göründüyü qədər, Atatürkün dediyi kimi bir qalxanda saxlamaq olmur, bir də ki, yatanda oyatmaq çox çətin olur. Amma biz qalxdıqsa və qarşımıza bir hədəf qoyduqsa kimsə bizim qarşımıza ala bilməz. Doğrudur. Siz cənub və şimal hərəkatlarına bölünməz dediniz ki, yəni bu birgə bir mübarizə hərəkatıdır qeyd elədiniz. İranda son baş verən hadisələrlə bağlı mən baxıram ki, son bir neçə həftədə bəzi ekspertlər də bu fikirləri bölüşürdülər ki, yəni bu artıq Güney məsələsi deyildi. Bu İranda daxili problemlərlə bağlı idi. Orada aksiyalarda da Güney məsələlərlə bağlı hansısa şüarlar səslənmədi. Əksinə Azərbaycan şəhərləri digər Fars, Kürd və Bəluçlarla müqayisədə türk bölgələri o dərəcədə aktiv deyildilər nümayişlərdə. Ola bilərmi ki, artıq müəyyən yavaş-yavaş bizdə o təsəvvürlər yaranmalıdır ki, heç də İranın içərisində Güneylilər bütöv Azərbaycan və yaxud da Cənubi Azərbaycan ideyasını artıq özləri üçün aktual hesab eləmirlər. Yəni onlar üçün
İranın bütövlüyü məsələsi var. Sadəcə İranı türklər, Güneylilər idarə etməlidirlər. Daha prioritet mövzudur onlar üçün. Proses başlayanda təbii ki, bu iqtisadi məsələlərlə, inflyasiya ilə başladı. Bəli. İmperiyalarda həmişə məsələlər fərqli, çox kiçik məsələlərlə başlayar. Amma Doğru. gerçək üzü etirazların sonra görünər, meydanlarda görünər. Amma zaman keçdikcə meydanlara fərqli məsələlər gəldi. Məsələn, Əhvəz ərəblər öz milli azadlıq bayraqlarından çıxdılar. Bəluclar da çıxdılar, hətta silahlı, Kürdlər də silahlı çıxdılar. Baxın, bu məsələlərdə Azərbaycan türkləri deyək ki, bir 10 gün müddətində çox belə müşahidəçi qismindən çıxış elədilər. Bəziləri bunu bəlkə qiymətləndirə bilmirlər, nə mənada? O, iqtisadi tələblərlə çıxandan sonra siyasi tələb olaraq Pəhləvinin, şah rejiminin qayıtmasını tələb edən anlarda Azərbaycan türkləri çıxıb, Azərbaycan şərəfdir, Pəhləvi bir şərəfdir şüarından çıxdı. Elə bir şüardan çıxdı ki, nə rejim onları əzə bilərdi. Çünki etirazçılar Pəhləvi şüarından çıxmışdılar. Aha. Amma Azərbaycan türkləri Pəhləvini rədd etdirdilər. Bir qeyri-müəyyənlik yarandı rejim içərisində. Bu şüar yaratdı. Amma paralel olaraq həm də həmişə qoyduqları klassik şüarla ədalət və milli azadlıq, ədalət, milli hökumət şüarları da paralel olaraq davam elədi. Gedişatda o da aydın oldu ki, Amerika üçündə, İsrail üçündə, başqa böyük güclər üçündə kimlə iş görmək məsələsində məlum oldu ki, şahın oğlu ilə görüləcək iş bir effekt verə bilməz. Aha. Çünki İran adlanan ölkədə əhalinin 48 milyonu, məhz 48 milyonu, indi 40 milyon rəqəmi çoxdan deyilib və dildə qalıbdır. Əslində 2008-ci il deməli əhalinin hesablanması İranda rəsmi statistika əhalinin 52%-nin türk olduğunu Keçmiş təsdiq səfirimiz, edib. çox üzr istəyirəm, Abbasəli Həsənov da bu günlərdə müsahibəsində qeyd elədi ki, 52% türklərdir İran. Tamamilə doğrudur. Mən də rəqəmi onun Bəli. çıxışında eşitdim. Bəli. Yəni təsdiqlənmiş rəqəmi başqa mənbələrdə də vardı, amma o birbaşa şahidi olduğu və rəsmi bir o dövrdə də bizim nümayəndəmiz idi. Əlbəttə, daha O da dərindən daha bilir. dərindən təbii ki bilirdi və doğru da ifadə edibdi. Yəni gördülər ki, əhalinin 48 milyonu ki 52%-i tamam fərqli baxır. Siz bunun baxışlarına hörmət eləmədən, onun istəklərinə hörmət eləmədən ölkədə bir yeni şəkilləndirmə qoya bilməzsiniz. Yarıdan çoxdur. Ona görə məsələn Trump haqqında fikirlər deyirlər, söz verdi, eləmədi, yarı yoldayam, gələm, dayandı məsələsi deyil. Kim Trump haqqında duyğusal siyasətçi fikrindədirsə yanılır. O kifayət qədər oturuşmuş bir adamdır, bacarıqlı siyasətçidir. Bayaq biz efirdən və bir fikir dedik ki, bəzi siyasətçilər bir şeyləri eləyəcək hazırlıq görürlər, deyirlər falan şey olunmalıdır, əsaslandırırlar. O şey eləyəndən sonra əsaslandırır məsələləri. Bəlkə də bu da daha doğru bir şeydir ki, qarşısını ala bilməsinlər. O gedişləri ona bağlıdır. Məncə Amerikada, İsraildə baxdılar ki, ölkə daxilindəki vəziyyət o deyil ki, bu məsələlərə müdaxilə etsinlər. Çünki Azərbaycan türkləri danışılmamışdı. Və məndə olan məlumata görə şahın oğlu ilə Vaşinqtonda müəyyən təmaslar olandan bir müddət sonra Azərbaycan türkləri meydana çıxması, Azərbaycan türklərinin nümayəndələrindən görüşlər olubdur Amerikada. Yəni bu çox ciddi bir amildir. Aha. İkinci bir tərəfdən Azərbaycan türkləri konkret olaraq məsələlər, danışıqları müxtəlif yerlərdə aparmaqdan daxildə də artıq kompakt davrandılar. Bütün şəhərlərdə eyni cür şüarlarla çıxış eləməyə başladılar, eyni cür təpki verdilər. Pezeşkiyan məsələni gördü. Əslində onun görüşmək istəyi, etirazçılarla görüşməsi daha çox Azərbaycan türklərini dinləməyə bağlı idi. Onlar əsas nəslə. Çünki bilir axı vəziyyət orada nə yerdədir. O təmaslar da var ortada və Azərbaycan türklərinin çaşdırıcı, amma ürəklərindən gələn bir şey ki vardı. Pəhləvini rədd elədilər. Bu bir çox planları alt-üst elədi. Paralel başqa qüvvələr də çıxmağa çalışdı. Məsəl üçün Rəcəvigildə, Məryəm Rəcəvigildə Mücəddid Xalq Təşkilatı çox bir, onlar da güclü təşkilatdır, belə baxmayaraq, amma dinci təşkilatdılar. Mahiyyət indiki rejimdən o qədər də fərqli məsələlərdə onlar da iddialıdır. Onların da arxasında duran qüvvələr haqqında düşüncələr var idi. Belə məqamda hər kəs artıq taymaq götürdü. Geri çəkildi. İndi bu gün sakitçilik adlanan dönəm əslində fırtına qabağı bir sakitçilikdir. Elə siz bayaq dediyiniz kimi Amerikanın hazırlıqları davam edir. Siz bir politoloqdan fikir gətirdiniz, onun fikrini səsləndirdiniz. Üstəlik bu gün mən baxdım ki, artıq Hind okeanında müəyyən gəmi, təyyar daşıyan gəmilər hərəkətlənibdilər. Avropaya müəyyən qüvvələr yerləşdirilibdilər. Ultimatumlar verilir. Trump özü açıq şəkildə rejimin dəyişməsi və yeni idarə etmə sisteminin gəlməsinin vaciblik haqqında artıq yenidən danışmağa başladı. Amma
Yeni adamlar gəlməlidir məsələsi ilə bağlı olaraq artıq şahın oğlu üzərində də bir imitasiyalar yoxdur. Yəni göründüyü qədər düşüncələr dəyişibdi. Türkiyənin məsələyə qarışması məncə Türkiyə özü də bu məsələlərdə biraz hazırlıqsız idi. Yəni prosesləri belə gözləmirdi və Türkiyə proseslərə girdi. Amerikanlarla da danışdı. Bu Amerikanlarla danışandan sonra 2 dənə böyük uğur oldu. İran məsələsi ayrıca bir məsələ deyil. Yeni dünya üzərində bir elementdir, çox ciddi bir elementdir. Bəli. Məncə Türkiyə ki, Amerikanın hələlik hərbi məsələlər atmamasını daha çox razılaşdıran tərəflərdən birisi kimi, o da bölgədə öz hazırlıqlarını görmək haqqında düşüncəsi oldu. Birinci neylədi? Artıq Suriyada məsələlər demək olar ki, həll olundu. Bəli. Demokratik Suriya qüvvələri adlanan qüvvələr YPG adəsində Bəli, Kürt silah qüvvələri. Kürt qüvvələrindən ağır zərbə vuruldu, yerlərində oturdular Doğru. və müəyyən anlaşmalar, razılaşmalar alındı. Ən mühümü də 12-ci bənd var orada bir sıra razılaşmada. Orada belə göstərilir ki, kənardan Suriya daxil olan liderlər, Kürt liderləri, onlar PKK liderlərinə tuturlar və döyüşçülər ölkəni tərk etməlidir. Bu da çox bir mühüm məsələdir. Artıq ərazidən çıxarılsınlar. Onlar çünki bilirsiniz, o silahlı qüvvələr gəliblər, əsasən Türkiyə ilə sərhəddə güya ki, Kürdlərin adından danışırlar, amma orada əhalinin cəmi 15% Kürddür. Qalanları Kürt deyil, qeyri-millətlərdir. Türklər də var, ərəblər də vardı. Və 15%-in adından, 15% qalan adından danışa bilməzlər. Orada razılaşma var 6 bəndli. Amma bir dənə də bənd orada var ki, ikinci razılaşma yəni. Ki burada yerli idarə etmədə, təhlükəsizlik qüvvələrində yoxlama şəklində adamlar götürülə bilər. Amma da birbaşa sən gəl buranı sənə muxtarət verək kimi fikirlər yoxdur. Yəni rədd elədilər bu muxtarət söhbəti. Orada bir muxtarət istəyi var idi onların, bilirsiniz. Bəli. Bu məsələdə mən bunu niyə ona toxunuram İran məsələsində? Bu məsələdə Amerika Türkiyə yanında dayandı. Yəni SDK-nı və SDG və YPK-nı müdafiə etmədi. Kürdləri müdafiə etmədi. Göründüyü qədər elementlərdən biri bu, biri İran məsələsidir. Əgər burada Amerika güzəştə gedibsə, İran məsələsində böyük ehtimalla Türkiyədə məsələdə güzəştə gedib. Yəni Türkiyə üçün necə bir İran daha İran yaxşı və sərfəlidir, parçalanmış İran, dünyəvi rejimə keçmiş Türkiyə-İran sekulyar bir məsələsində dövlət nədən əsir. qorxur, nədən ehtiyat eləyir? Fikirləşir ki, burada parçalanma olarsa, 46-47-ci illərdə deməli Türklərin orada bir muxtariyyəti olub bilirsiniz yəqin ki. Bu məsələ qaldırıla bilər və bu da bir problem yarada bilər. Amma məncə onlar da Güney ilə danışırlar, qüvvələri bilirlər. Yəqin Amerikanlarla danışırlar. Sonra qənaətlər də bu olubdur ki, məsələn Suriyada da bu Kürtlər vardı. Daha çox güclüydülər, silahlıydılar, kompakt idilər, muxtariyyət iddiasındaydılar. Amma Suriya dəstək verməklə, onun unitarlığını saxlamaqla o prosesi həll eləmiş oldular. Güney Azərbaycanda yanaşma bu cür olmalıdır. Yəni Güney Azərbaycana dəstək verməklə o Muhabat mərkəzli 46-47-ci ildə olmuş Kürdistan məsələsini həll etmək mümkündür. Müəyyən məsələlərlə, dilini saxlamaq olar, onları məktəblər aça bilərlər, bir mədən hüquqlar vermək mümkün falan, amma muxtariyyət məsələsi təbii ki, verilməz onlara. Çünki Azərbaycan gələcək, Güney Azərbaycan dövlət üçün təhlükə olar bu. Məncə bu məsələ ətrafında bunlar açılacaq yaxın bir həftə, 10 gün, 15 gün açılacaqdır. Yəqin ki, bu haqda danışılıb. Çünki PEJAK məsələsi də orada artıq aradan qalxmalıdır. Bir var ki, indiki yanaşmayla prosesi dondurub saxlayırsan, bütöv İranı saxlayırsan, İlan qabıq dəyişməsi olur. İlanla İran biraz da o adlar uyğundur. Qabıq dəyişmə olur, amma mahiyyət qalır yerində. Hər gün o proses qalxa bilər. Muhabat mərkəzi, Kürt, PEJAK məsələsi, PKK məsələsi. Çünki Mart razılaşmasına görə inteqrasiya olunmalıdırlar. PKK başqaları silahlarını verməlidirlər və Suriya ordusuna inteqrasiya olunmadılar, eləmədilər onlar. Silahları atmadılar və göründüyü qədər də Məzlum Abdidəlinin birisi var orada. Onun çağırışına əməl elədilər. Nəinki FETÖ, üzr istəyirəm, APO-nun çağırışlarına əhəmiyyət vermədilər. Yəni belə qeyri-müəyyən vaxtda Güney Azərbaycan faktor həddən artıq əhəmiyyətli olur. Və orada rejim dəyişməsi məsələsindən söhbət gedəndə də bax dünən İran uzaq mənzilli raket sınavı keçirdi, Sibirə atdı raketini. Bu da simvolik bir məna daşıyırdı. Həm Rusiyanın ittifaq məsələ o qədər yaxınıq keç raketi bunun arasında sınaqdan keçirən bir mesaj idi əslində Amerika və İsrailə. Bu məsələdə tutaq ki, bu daxili faktorlar bir qırağa qalsın. Əgər İran rejimi daha çox İsrailin və Amerikanın tərbiyə etdiyi uzaq mənzilli ballistik raketlərin istehsalı və sınağı məsələsindən çəkinməsələr bu layihədən və nüvə məsələsindən çəkilməsələr, 400 kiloqram zənginləşdirilmiş uranın təhvil verməsini etməsələr belə,
İran bir məna şəkildə onların təzyiq və təsiri altında olacaq. Çünki İsrail anlayır ki, günün birində nə mahiyyətdə olursa olsun bu İran, nüvə silahını əldə edəndən sonra onun fərqi yoxdur. Onun başında molla oturur, yoxsa Pezeşkiyan oturur, yoxsa fiqurda dəyişəndə axı bir fizikal şəxsə məsələni bağlama olmaz. Bu gün Pezeşkiyan tutaq ki, mənim onun haqqında düşüncələrim fərqlidir. Tutaq götürək ki, bir millətçi bir adam məsələn. Amma sabah ölsə nə olacaq? Yəni, onun ətrafında imitasiyalar var ki, məsəl üçün Xameneyi hakimiyyəti buna versin, bu da gəlsin, bura biz çəkilək falan. O verəcəksə bir şey olsa o da alacaqdır. İstədiyi vaxt ala bilər. Doğru mu? Yəni sistemin o zümrə, oturmuş bir zümrənin kontrolundadır o rejim. Onu dəyişmək lazım. Ona görə məsələn orada İsrail nüvə başlığı məsələsi, raket silahı, uranın, raketlərin sınağın dayanması, uranın təhvil verilməsi və bir ən mühüm başqa bir məsələ var. İran faktiki olaraq İsrail ətrafında olan ərəb dövlətlərinin demək olar əksəriyyətində, Suriyada, İraqda da, Livanda da, başqa yerlərdə də proksi qüvvələr deyilən paralel ordular saxlayır. Doğru. İndi bu gün onun maddi imkanları məhdud olsa, onun əvvəlki müəyyənləşdir. Amma sabahları onun imkanları yenidən canlanarsa, o proksi qüvvələri saxlayacaqmı, saxlamayacaqmı? Bu da bir çox ciddi sualdır. Və Abraham sazişi, İbrahim sazişi deyirlər. Oradakı dövlətlərin davranışı nə olacaqdır? Yəni onlar da axı belə vəziyyətdə ehtiyat edirlər. Göz bu günləri hava məkanlarını bağlayırlar ki, İsrail, Amerika bir hərbi əməliyyatda keçirməsin. O da time-outda bir elementdir. Yəni Səudiyyə Ərəbistanının, Omanın, Birləşmiş Ərəb Əmirlikləri başqalarının da hazırlıqları yox idi. Çünki İsraillə İranla hədəliyirdi. Mənə hücum olarsa Amerika bazalarında, qonşu dövlətlərdə olan bazalarında vuracam. Har olan ərazisində, yəni vursalar o nöqtə vuruş eləməyəcək. Hara gəldi? Yəni hesab edirsiniz ki, hələ də İrana hərbi müdaxilə, kənardan hərbi müdaxilə gündəmdədir və yəni mən bu iki mənada buna toxunuram. Biri budur ki, hətta bu daxili etnik zəmində tələb və istəklər olmasa belə, bu ikinci bu sadaladığım faktorlar paketi vurmanı zəruridir. Bəzən bu vurmağı Azərbaycan milli hərəkatına ya başqa hərəkata bağlamaqla bir şey nail olmaq istəyirlər. Atyapda ağıllı İrançılar. Nəyə? İranda etnik zəmində milli istək yoxdur. Xaricdən burada iş görürlər. Bunlar da onların proksi qüvvəsi. Belə deyil. Amerika olsun, olmasın, İsrail olsun, olmasın, Güney Azərbaycan yaşayan insanların milli haqları vardır. Milli iradələri vardır. Mən həmişə demişəm ki, milli arzu, milli ideologiyadır. Milli ideologiyalar vardır. Onlar azadlıq, ədalət, milli hakimiyyət uğrunda savaş aparırlar. Başqaları nə şüarla ortaya çıxmağını nasıl olmayaraq, bu Azərbaycan xalqının istəyidir. O başqa şeydir ki, düşməni dostumdur. O savaş məqamında Amerika, İsrail rejimi vuracaqsa, onun müəyyən məntəqələrin hərbiçilərin zərərsizləşdirəcək, daha yaxşı. Azərbaycanlı bu prosesdə tələsmək istəmədilər, daha praqmatik davrandılar. Tələsmədilər, çox ağıllı davrandılar. Həm rejimi çaş-baş qoydular. Tutaq ki, orada böldülər adamları. Sabah Azərbaycan türkləri üstündə nə adından gedəcəklər? Adam deyir ki, Azərbaycan şərəfdir, Pəhləvi bir şərəfdir. Tehranda deyirlər ki, Pəhləvi hakimiyyətə. Adama qarşısına qoyurlar ki, onda tutaq ki, islahatçılar. Ruhanigil ya Pezeşkiyan ya nə başqalar ki, bunlar Pəhləvini istəmirlər Güneydə Azərbaycanlılar. Amma başqa cür təsdiqlaşdıranlar oldu ki, farslar və digər etirazçılar şah tərəfdarlarıdır. Azərbaycanlılar hazırki mövcud sistemin tərəfindədirlər. Ona görə ki, Xamneyi də Ərdəbildəndir, Pezeşkiyan Təbrizdəndir. Sepahdan tutmuş digər müxtəlif strukturlara qədər Azərbaycanlılar kifayət qədər orada möhkəmləniblər. Yəni ticarətdə və s. böyük iqtisadi imkanları var və onlar hesab edirlər ki, İranı elə biz idarə edirik. Ona görə də bu etirazlara qoşulur. Elə təqdimat ola bilər. Amma faktiki olaraq bir 10 gündən sonra Güney Azərbaycan silkələndə ayağa durdu. Burada niyə durdu? Göstər ki, mən varam. Bəli. Mən o şüarları müdafiə eləmirəm, amma mənsiz o şüarları reallaşdıra bilməzsiniz. Biz istəmirik. Sən deyirsən, mən də deyirəm, gəlməsin. De, bacarsan gətir. Çıxdı, özün göstər. Gücün göstərdi, çəkildi, oturdu yerində. Azərbaycanlılar arasında da, orada Azərbaycan türkləri arasında da məsələlərə müxtəlif baxışlar var. Məsələn, bütün İran baxışı var. Siz dediniz kimi ki, İran elə türklərindir, iş başında da türklərdilər. Biz niyə başqasına verək? Burada iki təhlükəli amil var. Bir, indiki ana qədər də İranda rəhbərlikdə elə Xameneyi həmlədən türkdür, sonra Pezeşkiyan gəldi. Orada da generalların əksəriyyəti türklərdilər. Nazirlər var. Başqa strukturlarda da həmçinin hamısı. Demək olar ki, əksəriyyəti türklərdir. Amma nə dəyişirdi? Fars mərkəzli düşüncə sistemi hakimdir orada. Bu adamların kim olmasının mənası var mı? 20 yanvarda danışırıq. Burada Azərbaycanda
İş başında kimlər idi Palyetçuqdan başqa? Azərbaycan türkləri idilər. Doğrumu? Amma Əziz Mütəllibov xatirələrində yazır. Biz 89-cu il 25 dekabrda Vəzirovla məsləhətləşdik və Moskvaya məktub yazdıq. Aha. Ordu istədik. Çünki buradakı daxili qoşunlar hətta dəyənək və qalxanlarla belə bizim yanımızda olmurdular. Orada özümüz işlər istəyirdilər. Mən günaha daxildə axtaran deyiləm. Bəli. Məqsədim odur ki, burada iş başında Azərbaycanlılar idi. Azərbaycandır, amma Ruslara məktub amma yazdı. bəli, bu adam Moskva mərkəzi düşüncə sisteminin quluydu. Amma Ermənistanda nə idi? Ermənistanda uzun müddət ki, kilsə, sonra diaspora hakimiyyəti hazırlamışdı. O erməni hakimiyyəti yeni elitaya, millətçi elitaya meydan verdi və iş başına gəldilər. Orada bizdəki qədər problemlər yaranmadı. İndi siz bayaq məndən soruşanda ki, bəlkə biz də sakit durardıq, bizi də İlmi Yamanla bağlı, bəlkə bir şeylər olmazdı, mümkün deyildi. Yəni Pribaltikada nə etmişdilər? Ondan əvvəl Qazaxıstanda nə etmişdilər? Gürcüstanda. Ondan xeyli əvvəl Şərqi Avropada, Macaristanda, Çexiyada, Slovakiyada, Polşada nə etmişdilər? Qırmışlar insanlar orada, bilirsiniz. Elə 80-ci illərdə Qazaxıstan özündə adamlar. Orada da bir şey olmamışdı axı. Doğrumu? Yəni və Yazov özü də açıq şəkildə burada nə deyir? Deyir ki, mən gəlirəm burada xalq hərəkatını məhv etməyə, xalq cəbhəsini məhv etməyə. Siz indi 20 yanvar qatillər arasından Primakovun adını çatdılar. Primakov açıq şəkildə deyirdi ki, müstəqilliyin bir addımlığındasınız siz. Biz buna icazə verə bilmərik. Və əhalinin də evlərə çəkilməsi icazə vermədilər o patlatmaqla, o vaxtları televiziya patlatmaqla ki, cəmaət evə çəkilməsi qırsınlar. Bunu niyə deyirəm? İranda da eyni şeylər baş verir. O kadrlara bağlamaq olmaz. Bu bir. İkinci, bayaq bir misal çəkib keçdim. Pezeşkiyan hətta səmimi qəlbdən doğrudan bir türk millətçi olsa, hakimiyyət ona versələr, 5 gündən sonra sui-qəsd rahatlığına eləyərlər. Vertolyotda o birisi prezidentlərini öldürmədilər. Bunu da öldürə bilərlər. Vəziyyət dəyişir. Verdilər kimi də alarlar, geri qaytarırlar. Yəni bu birinci fəsil yanlışdır, yanaşma. İkinci yanaşma. Yəni bu var da, bu dönəm olubdur. Elə versəydə milli haqları verərlər. Konstitusiyada yazılıb ki, 15-ci maddədə milli haqlarla bağlı olaraq. Pezeşkiyan neçə məktəb açıda bilir ki orada? Urmiya gölünü xilas edə bilir mi? Adi bir, yəni ekoloji bir məsələdir də. Ya başqa, mən demirəm ki, eləmək istəməyib. Qoyma sistemi onu eləməyə. Bu bir. İkinci bir tərəfdən. Əhvazlar bayraqlarla çıxıblar ortaya. Bəlucular çıxıblar, da silahlı çıxdılar. Çoxdan da silahlı qüvvələri var idi. Kürdlər həmçinin davrandılar. Farslar da sabah. Sən o İranı saxladın sabahları, adın çəkdiyim etniklərin, milli azadlıq hərəkatı ilə bağlı olaraq destabilizasiya yaratmayacağına kim qarantiya verə bilər? Heç kim. Ona görə yalnız Güney Azərbaycan müstəqil dövlət ikidir. Qalan Farsistan adını nə qoyursunuz? Qoy özləri bilərlər. İranda o birisilər muxtariyyat, federativliyə falan qura bilərlər. Biz Güney Azərbaycanın istiqlalına nail olmadan bu problemləri həll edə bilməyəcək. Bu birməna şəkildə belədir və indi siz bayaq o dediniz ki, müxtəlif yanaşmalar var. Amma bütövlükdə götürəndə əsas istiqamət istiqlalçılar istiqamətidir. Yəni meydanda başqa şöyle eşitdinizmi siz? Təbrizdə, Urmidə, Xoyda, Həmədanda heç eşitmədiniz ki, ay bütöv İran, ay molla gəlsin, ay türk gəlsin orada molla yerində. Heç belə şeylər eşitmədiniz. Necə hesab verirsiniz? Bir Cənubi Azərbaycan dövlətinin yaranması və yaxud da İranda bir dəyişiklik həm beynəlxalq qüvvələrin nə qədər masasında olan bir layihədir. İkinci, Şimali Azərbaycanın, yəni bizim əhəmiyyətimiz bu dəyişikliklərdən sonra azala bilərmi, arta bilərmi? Yəni bugün İrandakı mövcud sistemə görə Azərbaycanın kifayət qədər əhəmiyyəti var bölgədə. İsrail üçün, Amerika üçün, digər güclər üçün ki, biz belə bir dövlət, belə bir rejimlə qonşudayıq. Bu sadalanan dəyişikliklər baş verəndə Azərbaycan nə dərəcədə öz müttəfiqləri və yaxud da tərəfdaşları üçün əhəmiyyətli olacaq? Bax, mən sizə bir şey deyim. Bəzi məsələlər var ki, tutaq ki, məsələn, İsrailə yanaşmada Türkiyə və Azərbaycan başları tam da üstə düşmür. Bəli, doğru. Amma biz Türkiyə ilə qan qardaşları. Bizim münasibətimiz müttəfiqlik münasibəti deyil. Ortaq bircə dövlət kimi davranırıq və deyə davranmalıyıq. Xüsusən təhlükəsizlik və xarici siyasətdə, doğrumu? Amma İsrail məsələsində bir-birimizi anlayırıq. Ki, müəyyən məsələlərdə ki, təpki göstərməyik də, sən belə yanaşdın, mən də başqa cür yanaşıram. Altyapıda nə gedir, bu bir başqa məsələ. Güney Azərbaycan məsələsində də mən bir xeyli əvvəl sizin studiyada demişdim ki, birinci İran əsrə başlarında ki, Azərbaycan və Türkiyə Güney məsələsini masaya tutmalıdırlar, İran məsələsini və ortaq bir mövqeyini artıq modelləşdirməlidirlər. Xatırlayırsınız yoxsa yox? Bizim belə bir söhbətimiz olmuş. Doğru. Müəyyən gəlişmələr var Güneydə. Məsələn, mən 2002-ci ildə həbsdən çıxandan sonra Haqada Dünya Üzrə Konqresinə dəvət olundum. Orada sədr müavini seçildim və Azərbaycan üzrə konqresin
Selahattin Manda seçildi. Rəhbər seçildi. Orada təklif elədim ki, mütləq Avropada Güney Azərbaycan mühacir hakimiyyəti qurulması lazımdır. Və komissionlar yaranmalıdır. Məsələn, konstitusiya hazırlayan komissiya yaranmalıdır, iqtisadiyyatı müəyyənləşdirən konstitusiya lazımdır. Orada baş verən məhbuslarla baş verən insan hüquqlarına bağlı komissiya yaranmalıdır falan. Və ən mühümü, danışıqlar aparmaq üçün bu günləri bizim o dediyimiz bir sistemə ehtiyac var ki, Amerikanla, başqa dövlətlərlə danışıqlar aparmalı, beynəlxalq təşkilatlarla ki, siz sual verirsiniz ki, beynəlxalq aləm, başqa dövlətlər orada nəyə baxır, nə üzrə dayanırlar? O sualın cavabını o vaxtdan etmək lazım idi. Mən bunu 24 il əvvəl səsləndirmişəm, amma bu gün də indi hazırlıqlar var, müəyyən danışıqlar aparırlar. Doğru. Mənə də məsələn dostlar o günlərdə Güney Azərbaycan İstiqlal Təşkilatının İsveç üzrə səlahiyyətçisi Səməd Fərtaş bəy mənə göndərmişdi materiallar. Onlar miting olacaqdı. Mən də səhifəmdə paylaşmışam. Görsün Güneylər getsin orada. Bir mənəvi dəstək verə başqa şey. Yəni biraz o hazırlıq lazımdır. Danışmaq lazımdır. Siz nə istəyirsiniz? O siz nə istəyirsiniz sualını Amerikanlar da soruşacaq, Fransa da soruşacaq, başqası da soruşacaq. Ən azı onlar qorxmasınlar. Mən bunu bir dəfə acı təcrübəmizdə mən görmüşəm. Mən həbsdə olanda bilmirəm bunu sizə danışım yoxsa yox. Mən bir orada məqalə yazdım və Müsavat qəzetində dərc olundu bu məqalə. Ki, bütöv Azərbaycanı böyük Ermənistanla müqayisə etmək yanlışdır. Adı bu idi. Orada mən əsaslandırmışdım ki, İranın yerində bir müstəqil Azərbaycan dövləti olarsa, o çox gözəl bir bazar olar, aqrar sənaye ölkəsi olar və İsrail, Amerika daha o sularda, yaxın sularda hər il neçə 100 milyardlıq vəsait qoyub hərbi gəmi saxlamaz, raket saxlamaz, qorxmaz. Çünki bazarda bura və yaxşı münasibətlər vardı. Amerikanın səfirinin buradakı nümayəndəsi, müavini, məndən məhbusxanada danışığa gəldi bununla bağlı ki, bir məhbusun yazdığı bir yazı idi. Onları düşündürür. Gələcək nə olacaq orada? Nə quracaqlar orada? Ona görə biz özümüzü təqdim etməyə bacarmalıyıq. Azərbaycan türkünün istəkləri nədən ibarətdir orada? Və o məsələdə biraz elə bir ki, bir sınıqlıq vardı, amma hesab edirəm bu taymat zamanında danışıqlar getdi və hər kəs də bunu artıq yoxlama başlayıbdır. Və üstəlik də İran məsələsində o qədər kilit bir yerdə dayanaq ki, bu proses bir çox problemlərin həllinin açarı vəziyyətindədir. Bunu hətta bu amillər olmasa belə həll etməlidirlər. Bu proses sanki hamıda artıq müəyyən təsəvvürlər formalaşdırdı. Hər kəs öz ampulasını müəyyənləşdirmə imkanı qazandı. Baxın, Emin bəy, tutaq ki, İran məsələsinin uzaq şərqə təsiri belə var. Çin, İranın limanlarını götürmüşdü icarəyə. İndi orada proses qarşıyaqsa, Şəngər körfəzi ki, Fars körfəzi deyirlər. Orada əgər gəmilər bağlanacaq, bunun ticarəti dayanacaqdır. Və yaxud da İranda bir qarşılıq olacaq, nə olacaqsa, o neftin əcri olacaqdır. Hansı qiymətə götürəcəkdir? Bu bir sualdır. Hindistan eyni baxışları var doğruda. Uzaq şərqdə hələ bu. Orta şərqdə, yaxın şərqdə ərəb dövlətlərinin baxışları, yanaşmalı, proksi qüvvələr. Şimalda Rusiya, onun münasibəti, İran məsələsi. Bunlar hamısı sual olaraq qalıbdır. Ya Suriya, İraq məsələsində İran bu gün üzdə bir şey eləmir. Amma imkanı olan kimi eləməyə cəhd edəcək də. Onun orada milisləri tam olaraq çıxmayıb ki, oturub orada da gözləyirlər nə var nə yox. Doğrumu? Ona görə bu məsələlərlə bağlı İranın məsələ bitdi, hər şey sakitdir, dayandı kimi bir fikir demək çox ciddi məncə sadəlövhlük. Yəni İran məsələsi bitməyib və biz hələ bu prosesin növbəti dalğasının nəinki bitməyib, məncə İran artıq bitibdir, mən hesab edirəm. Sadəcə zamana bağlıdır və hansı mərhələlərdən keçəcəyə bağlıdır. Ola bilər 2 mərhələli bir gediş də olsun orada. Birinci dönəmdə bir islahat xarakterli keçid hakimiyyəti ola bilər. İkinci dönəmdə artıq Azərbaycanın müstəqilliyi ilə bağlı danışıqlar da gedə bilər. Başqa formatda da məsələn inkişaf edə bilər. İndi siyasətçilər danışında ələlxüsus belə başlayırlar söhbətdən ki, biz bölgədə və dünyada savaş istəmirik. Falan belə də özlərinin humanist göstərirlər. Mən elə baxmıram məsələyə. Mən savaş istəyirəm. Mən ədalətli status quo istəyirəm. Və bilirəm ki, o ədalətli status quo-nu Azərbaycan Türkiyə əldə etmək üçün savaşmağa məcburdur. Ən azından savaşmaq gücündə olduğunu göstərməyə məhkumdur. Göstərməsə ki, mən savaşa bilərəm, onu hesab almazlar. Bugün Kürdlər silah götürüb savaşırlar, onlarla dünya hesablaşır, yardım edir falan. Bəziləri elə savaş ola bilər. Mənim fikirlərimi tamaşaçılar normal qəbul eləməyə bilərlər. Amma cidanı sualda gizlətmək olmaz. Sən ədalətli status quo axtarırsansa, orada gərginlik olacaqdır. Amma 2 mərhələli bir məsələ olsa daha yaxşı. Yəni ilkin etapda reforma, ikinci etapda azadlığımızın alınması. Amma bu da biraz deyək ki, inandırıcı görünmür. Çünki heç bir devrim, heç bir üsyan,
heç bir inqilab, reforma istəmir. İslahat istəmir, dəyişiklik istəyir. Köklü dəyişiklik. Köklü dəyişiklik. Və bu günlərini deyirlər. Amerikanlar gətiriblər, gəmisini gətirir, təyyarəni gətirir, desantçılarını gətirir, falan gətirir, İsrail oradan hazırlayır falan. Bu uşaq deyirlər ki, bunlar. Yəni inqilab yarımçıq doğulmur. Yəni yarımçıq doğulursa çox doğru ifadə elədiniz. Mənim xeyli fikrimi ümumiləşdirə bildiniz. Onlar da öz hazırlığını ona görə görürlər ki, orada dəyişiklik olacaq. Trump açıq deyir. Orada dəyişiklik olmalıdır. Biz o dəyişikliyə hazır olmalıyıq. Biz bildirməliyik ki, millət olaraq da, mən Güneydəki Azərbaycanlılar hamımızın nəzərdə tuturam da, təbii biz də mənəvi dəstəyimizi verməliyik. Mən bu məsələyə bir toxunaram. Biz bildirməliyik ki, bizlə hesablaşın. Biz ölkənin 48 milyonu yox, 52%-yik. Bəli. Və bizim özümüzdə bəzi məsələlərdə Türkiyədə, Azərbaycanda biraz daha deyək ki, çox ehtiyatlı davranmalı deyirlər. Nədə? Tutaq ki, məsələn, bəzi ölkələr dedilər ki, Trump deyir ki, güneydə adamlar qırılacaqsa İranda, mən müdaxilə edəcəm. Bəli. Cənab Ərdoğan da, Cənab İlham Əliyev də deyə bilər ki, orada 48 milyon türk vardı. Onların başından Onlara qırmayacaqsa, repressiya eləməyəcəksiniz. Necə mən məhkəməsi edam edirəm? Onlar mənim xalqımdır. Onlara biz sahib çıxacağıq. Biz onların yanındayıq. Necə ki 12 günlük müharibədə də İsrail, Azərbaycan. Bu siyasət deyil. Baxın, Rusiyanın biz nə qədər ciddi düşmən olmasına baxmayaraq, ehtiyat eləmirik Ukrayna humanitar yardımına göstərir. Bu dünən də onların bir-iki deyək ki, komandası reabilitasiya üçün uşaqları gəldilər Azərbaycana. Yardım göstərir, generatorlar göndərir, humanitar yardım göndərir falan ki, bu xalqı qırmayın da. Haqlarını da tanıyırıq. Bu da bizim xalqımızdır. Haqqını tanıdı adamın da. Yəni mən hesab edirəm ki, bu cür yanaşma gələcəkdə həm də bu bölgəni, bu insanlar Amerikanın, İsrailin qazanmasındansa rəğbətini Türkiyənin, Azərbaycanın qazanmasına səbəb ola bilər. Bir təşrifdir, nəzərə alınmaya bilər. Amma məncə yenə də Güney Azərbaycana baxışlarda redaktörlər olunmalıdır. Bu məsələ altyapıda Türkiyənin birlikdə işlənilməlidir. Necə ki, çox ağıllı şəkildə Suriyədə Türkiyənin müdaxiləsi ilə ki, açıq silah müdaxiləsinə söhbət getmir. Siyasi müdaxilədən söhbət, informasiya müdaxiləsindən, təhqiqat məsələlərindən, öyrətmələr falan və Amerikanın diplomatik susqunluğunu təmin eləməklə falan ki, biriləri işlər gördü. Eyni şeyi Güney Azərbaycandan bağlı görmək ehtiyacı var. Biz nə günə lazımıq? Mən əminəm ki, bir gün bütöv Azərbaycan qurulacaqdır. Bunun heç kim şübhəsi olmaz. Çünki məsələn biz bir günləri Emil bəy, biz deyəndə ki, İrəvan bizimdir. Bizim Qərbi Azərbaycan departamenti vardı. 2005-ci ildə yaratmışıq. 20 il sonra Azərbaycanda Qərbi Azərbaycan icması formatı rəsmi şəkildə bizi ləğv etdilər. Mən Türk dünyasından bağlı 98-ci ildə kitab yazmışam. Yeni dünya siyasətində Azərbaycan yer verir oldu. TDT formalaşdırmış. Bu gün Türk dünyası, Türk dövlətlər təşkilatı mövcuddur da. Mən demirəm mən uzaq görürəm. Sözümün canı var. Mən bu gün deyirəm ki, Dərbənd Azərbaycandır. Borçal Azərbaycandır. Olacaq bu. Kimin xoşuna gəlir, gəlməz. Yəni bu tarixi faktdır. Tarixi faktdır və ölkə insanlar orada. Biz 2006-cı, 2007-ci illərdə Dərbənddə Dərbənd qəzeti buraxırdıq. Sonra o repressiya məruz qoydular adamlar falan. Biraz ehtiyat elədik, daha saxladıq məsələləri. Orada Azərbaycanlılar özlərini, Azərbaycan türkü olduqlarının kimliklərini bizdən daha çox yaxşı qəbul edirlər. Çox ciddi. Orada bir oyanış var orada. Və doğrudan da biz ona hazır olmalıyıq. Sabah Rusiya darmadağın olanda ki, ona doğru gedir. Adamın sayı azalır, ordusu yoxdur. Artıq müharibədə, döyüşlərdə itkilər Ukrayna ilə. 1-ə 2 idi, yəni bir nəfər Ukrayna öləndə 2 nəfər ölürdü Rus. İndi 1-ə 27-dir, bilirsiniz. Və yerlərini doldura bilmirlər. Kupianskıda hadisələr rəhbərliyi ilə brigada komanda deyir ki, biz burada 8 rol oynayırıq. Sadəcə gözləyirik. Ruslar çıxsın başdan razı. Hələ də Kupiansk ala bilmir. Yox, bələdiyyə idarəsində oturublar. Mərkəzdə Ukraynalılar bələdiyyə idarəsində oturubdular. Açıq-açıq yerlərində deyirlər. 2 dəfə Putinə məruz olundu ki, güya Kupiansk ona görə biz biraz günlük siyasət yox, strateji siyasət yürütməkdə narahat olmalı deyilik, qorxmalı deyilik, ehtiyat olmalı deyilik. Belə olanda müttəfiqlər də artıq, siz bayaq ona da işarə elədiniz ki, müttəfiqlər məsələsi nə olacaq? Türkiyənin, Azərbaycanın. Biz bu məsələlərə, bu baxışlarından çox ciddi müttəfiqləri yanımıza çəkə bilərik. Amerikanın, İsraili başqasının və bizim bu çox böyük imkanlarımız vardır. Və şüarlarımız da təbii axarında üstə düşür. Onların istəyi deyil. Bu bizim milli istəyimizdir. Onların da başqa istəkləri var orada. O istəyir ki, o dövlətin nüvəsi olmasın. Olmasın da mən də istəyirəm olmasın. Doğrudur. Fərzi bəy, iyi gəlmişkən siz Rusiyanı qeyd elədiniz. Biz həm də Kupiansk yəni ala bilmirlər və çox biabırçı bir vəziyyətə düşür Rusiya bu müharibədə. Bunun isterikasıdırmı Rusiyada son vaxtlar Azərbaycana və ümumiyyətlə postsovet ölkələrinə növbəti bir təhdidlər səsləndirirlər. Dogin deyir ki, ümumiyyətlə bu ölkələrin müstəqilliyi olmamalıdır.
Yəni əvvəllər deyirdilər ki, bu ölkələr bizim təsir zonamızda olmalıdır. İndi ümumiyyətlə deyilir ki, bu ölkələrin müstəqilliyi olmamalıdır və bizim tabeliyimizə keçməlidirlər. Bu məğlubiyyətin gətirdiyi və yaxud da uğursuzluğun isterikasıdırmı? Hər yerə bir diş atırlar, hər yerə bir cırmaq atırlar hirsindən, qəzəbindən, yoxsa Rusiya imperiya zehniyyətindən çıxa bilməyib və biz hələ də bu təhdidli və təhlükələrlə üz-üzəyik? Baxın Emin bəy, bir adamın 40 yaşı olur. Yəni xüsusən də beynəlxalq hüquq işləmədiyi bir vaxtda, buyurun. Bir adamın 40 yaşı olur. Bəzən birdən görsən ki, yanlış səhvlər, özün bilə bilədir falan deyirlər ki, adam dəyişib. Adam dəyişib eləməyib. 18 yaşından sonra adam dəyişməz. Köklü xarakter dəyişir ola bilməz. Düz ola bilər. Mən həkiməm də bilirəm. Bəli. Sadəcə olduğu kimi görünür. Rusiya bu gün dəyişməyib. Rusiya olduğu kimi görünməyə başlayıb. Mən bayaq bir ifadə işlətdim 20 yanvarla bağlı ki, Bəli. biz Rusiyanın ilk dəfə açıq döyüşə çıxdıq. Bizdən zaten həmişə döyüşmüşdü. Adamlarımızı 300 binin üzərində adamımızı 2-ci Dünya Savaşında qırdırmışdı. 30-cu illərdə 70 mindən çox ziyalımızı qırdırmışdı. Bəli. Dilimizi, mədəniyyətimizi, hər şeyimizi darmadağın eləmişdi. Bu sadalamağa ehtiyac yox, çünki bunu hamı bilir də. Sadəcə olaraq həmin gün artıq tankı ilə, topu ilə, tüfəngi ilə, bronjileti ilə gəldi. Gördük ki, gələn kimdir? O günə qədər adamlar o büdcə pul verdi ki, mənim əsgərimsən. Bilirsiniz? Ona güvənirlər. Mən qanunsuz silah dəstələri yaratmaqla bağlı həbs olmuşam da. Mən son söz deyəndə orada dedim ki, bəli, mən qanunsuz silah dəstələri yaratmışam. Ona görə yaratmışam ki, qanunsuz silah dəstələri Xocalda soyqırım edirlər 366-cı ay. Qanunsuz yaratmasam bizdə də eləyərdilər onu. Bu günahça buyurun verin. Mən iş aldım, getdim, həbsxanada 8 il yatdım, gəldim, amma 2012-ci ildə ordu quzulda xidmətlərinə görə mənə medal verdilər. Mən də o vaxt ritorik bir sual verdim ki, eyni hadisə görə mən bir dəfə 8 il iş almışam, indi medal alıram. Şimdi sözümüz nədən ibarətdir? Bilirsiniz, bu Ruslar olduğu kimi görünürlər sadəcə olaraq. Onlar zaten həmişə bütün postsovet məkanı özlərinin caynağında görməyə çalışıblar. Yadınızdadırsa, Özbəkistanda Putin'in bizim prezident görüşəndə o bir euforiya yaranmışdı ki, Putin üz istədi falan, güzəştə getdi falan. Mən burada sizə dedim ki, Putin heç bir güzəşt eləmədi. Yalan edir bu məsələlərin üzərindən və bu adam hər şeyin altından qaçmağa çalışacaqdı. Danışıqları ona aparır çünki. Adam deyir ki, biz xalça əməliyyatı keçirmişik, raketin qırıntısı getdi əvvəla. Boynundan götürür. Neynədir? Raketi vur əmrin verən generalı işi xətm elədilər. Doğru mu? Artıq rəsmi şəkildə elan elədilər. Bizə də məktub göndərdilər ki, iş bağlandı. Hamı deyirdi kompensasiya və üz istədi. Nə üz istədi? Üz istəmədi. O dedi ki, biz dedi yenə həştəxana yenmədi. Getdi yendi ora. Boynuna qoydu bizim təyyarəçiləri. Mən dedim kompensasiya verməyəcəklər. Sizlə danışıb biz bunu burada. Doğru mu? Doğrudur. Vermədi kompensasiya. Çünki Rus budur. Yəni bundan sonra da verməyəcək. Verməyəcək, təbii verməyəcəkdir. Və bu bir dövlətlərə də onun zərrə qədər imkanı olsa, dərhal əzməyə çalışır. Mən hələ 2002-ci ildə barbar bağırırdım ki, o vaxtları hələ bu Moldova, Ukrayna, Azərbaycan, Gürcüstan bir təşkilat güvam yaratmışlar, xatırlayırsınız da. Onda deyirdim ki, siz bir arada möhkəm bir ittifaq yaradın ki, sizin biriniz əzəndə, öbürünüz yanınızda olun, bir əzəklə sizi. Mən bunu Avronisdə dəfələrlə qaldırmışam əslində. Mən Allah orada həmişə müdafiə edir ki, bu müdafiə. O qədər Ukraynalarla danışırdım, o birislərlə danışdım falan. Tabii səs vermədə həmişə də bizə dəstək verirlər. O Gürcülər də, Ukraynalılar da falan da. Biz bu dəqiqə o təhdid elədiyi dövlətlərlə münasibətləri fərqli qurmalıyıq. Ortaq davranmaq. Necə Avropa Birliyi necə ortaq davranır məsələlərdə? Bəli. Rusiyaya qarşı. Çünki onları birləşdirən bir Rus qorxusu var. İndi deyirlər, nə bilim, Amerika buna deyir, Grenlandiyanı götürəcəm, Avropa Birliyi ona sanksiya tətbiq edəcək 95 milyard dəfə. Bunlar hamısı nağıldır. Heç bir sanksiya da olmayacaqdır. Bu formanda yəqin ki, Trump da gələcəksə, dedirsə elə gəlməyib, bəlkə də indi gələcək. Çünki orada Ukraynanın 850 milyardlıq saziş var imzalamağa, qiymətli metallarla bağlıdır, pulu buraxmaz, yəqin gələcək. Gəlməsində sonra görüşəcəklər. Axır ki, anlaşacaqlar. Anlaşacaqlar və Avropa heç vaxt Amerikasız davranmayacaqdır. Şərtlərini də qəbul edir. Çünki Rusiyanın çox ciddi şəkildə qorxu var orada. Təbii. Bu da hələ bir şey qurtarmır bir işdən. 4 günə Kiyev tutan, o günlər mən baxıram, sosial şəbəkələrdə üz istəyirəm. Uzun qulaqlarda miniklər, Rus əskərləri gedirlər. Altında bir Ukraynalı buna bir şey yazıb, şərh yazıb ki, görəsən bunlar neçə günə Kiyevə satarlar. Allah eləyirlər artıq. Bunlar bu gündəndir. Yəni. Bəli. Mən küçümsəmirəm, böyük bir gücüdür, amma zərərli bir gücüdür. Yıpranıbdır və bunu belə yarımçıq da buraxmayacaqlar təbii ki. Və hesab edirəm ki, bu məsələlərdə də artıq Rusiyanın ki, iddiaları var, siz dediniz, sual oradan başladı. Onlar olduğu kimi sadəcə göründülər, amma bir şey var. Ölüm qabağı insanın üzünə bir işıq gələr. O işıqdır onlar danışdıran, bir güc gəldi. Heç nələri yoxdur.
Bütün kəndləri boşalır. İnsanlar yoxdur. Azalan əhalidir. Bərbad gündədirlər. Hər şeylər bərbad gündədir. Hələ bu İranda biraz sıxsalar onlara biraz raketlər, nə bilim, puadadan verməsə lap bərbad gündə. Çin də arxasından çəkilir. Çin zaten heç bir dövlətinə bəzən qorxucurlar. Çin Amerikanın belə, Amerikada hər şeyi hesablayıb, Çin bilir. Alimlər, ekspertlər hesablayıblar ki, yaxın 16 ildə Çin hərbi cəhətdən Amerika çata bilməz. Sadəcə iqtisadi cəhətdə çatıbdır. Çin çalışır ki, bu 15-16 il ərzində Amerikanın heç bir hərbi konflikti olmasın. Öz Tayvanın belə xilas eləmir ada. Doğru. Qulağı dibdə özündür da. Halbuki edə bilər müdaxilə. Bir gündə götürər də, bir saata götürər. Eləmir amma. Girmək istəmir konfliktə. Ağıllı, bu şərq müdrikliyi var da, sakitliyi. Simvolları ilanda da Çin müdrikliyi. sakit işin görür. Yəni Çin İrana görə, Rusiyaya görə heç Amerikanla toqquşmaz. Heç bir belə bir şey mümkün deyil. Ona görə Rusiyanı da artıq pis günə qoyacaqdılar. Rusiyanı da Çindən hər mənada ayrılırlar. İndi baxın, bir Qəzzada şura yaradırlar da bilirsiniz. Sülh şurası. Sülh şurası. Putini ora daxil ediblər. Hər kəs düşünür ki, Putini bura niyə daxil ediblər? Bir, ora daxil olana 1 milyard pul verməlidir. Bu iki seçimi var. Ya pul verməlidir, büdcəsindən deyəcək, pullar yoxdur. Ya verməyib biabır olacaqdı bu iki. Üçüncü, bütün onun yaxınları, müttəfiqləri görürlər ki, Trump Putin çağırdı bura. Bunlardan da Mamo çağırıb bura. Braziliyanı çağırıb, dəvət edib. Onun da pulu var falan. Ağıllı adam daxı. Çox normal şəkildə iş qurur adam. Ona görə yığır, bərpa edir Qəzza zolağını. Təbii. Bunların pullarını alır. Bundan da pulunu alır. Ona görə mən düşünürəm ki, indi biz çox dağınıq ola bilər danışdıq, amma burada bir-birinə bağlı olan məsələlərdir. Bu gedişatda biz sadəcə olaraq indiki halda mütləq şəkildə ilk önə çəkməliyik. Necə ki, siz bizim söhbətimizdə İran məsələsini önə çəkdiniz. Bəli. Biz Güney Azərbaycan məsələsini öndə tutmalıyıq. İctimai təşkilatlar da, məsələn, mən həmişə səsləmişəm, elə sizin studiyadan da səsləmişəm, bir də səsləyərəm ki, insan hüquqları ilə bağlı səs-küy salan qeytilərimiz var bizim. Yaxşı deyirlər. Amma Güney Azərbaycandakı məhbuslarla bağlı nə qədər deyirlər, biz siyahılar verək. Deyək, göndərsinlər onları. Onların məsələsini qaldırmaq lazımdır. Onların siyasına müxtəlif təşkilatlara göndərmək lazımdır. Ölənlərlə bağlı. Ağa biz, ya burada partiyalara səslənirəm. Ya sən adı qoymalısan ki, məsələn, Quzey Azərbaycan filan təşkilatı, ya əgər qoymuşsan ki, Azərbaycan filan təşkilatı, o Azərbaycandır və insanların sən orada məhv olur. Bu tərəfdən qeydlər və təşkilatlar eləməlidir. Hökumət tərəfdən də mənşilər görülməlidir. Hökumət tərəfdən, məsələn, dialoq mühiti var idi əvvəl, indi biraz sənciyibdir. Bu məsələni oturub partiyalarından hökumət danışmalıdır, iş bölgüsü olmalıdır. Fərəc nə iş görəcəkdir, hökumət nə iş görəcəkdir, media nə iş görəcəkdir. Biz ora sahib çıxmalıyıq. Ən azından qonşuluğumuzda bir iş gedir. Yenə sizin studiyada səndən söhbətim olub burada. Sən müraciət edin, üzr diləsən. Təbii, estağfurullah. Amma dedim ki, biz Güney məsələsinə o qədər hazır olmalıyıq ki, hətta ora göndərəcək müəllim kontingentimiz hazır olmalıdır. Orada zabit yetişdirmək üçün zabitlərimiz hazır olmalıdır. Doğru mu bizim belə bir... Ümumiyyətlə, ən çox bəlkə də biz orayla işləməliyik. Əlbəttə orayla yəni, işləməliyik. Türkiyə ilə bəllidir, Bu münasibətlərimiz bizim ehtiyac yoxdur nəsə. həm də kiçik işlər görür təhlükəsizlik baxımından. O dövlətdən bu dövlət var. Güney Azərbaycan məsələsi həll olunandan sonra bizim təhlükəsizlik sistemimiz oturmuş bir təhlükəsizlik sistemimiz. Tək bizim yox. Türk Dövlətlər Təşkilatı. Bəzən gedirlər Türkiyədə hansısa bir mövzu ilə Sən bağlı ondan sonra sənə Zəngəzur dəhlizi lazım deyil ki. Təbii. Azərbaycan gedəcək də o çayın o tərəfindən keçəcək. Mən nə edim, Ermənistan qoy məni yalvarsın ki, mənə də buradan bir dənə yol gəlsin ya gəlməsin. Ya Naxçıvan, doğru mu? Doğrudur Fərəz bəy. Çox təşəkkür edirəm sizə. Minnətdaram gəldiyinizə görə. Sağ olun. Yəni doğrudan da biz İran mövzusu, Güney Azərbaycan mövzusunda daha çox işləməliyik. Bəzən görürəm hansısa bir təşkilat, hansısa bir qeyti gedirlər Türkiyədə bir tədbir keçirirlər hansısa mövzuda. Evet. Axı Türkiyə biz Türkiyəyi hamı bir-birini özümüz deyib özümüz eşitmək. Tamamilə yəni doğru. Türkiyədə nə ehtiyac var tanıtım məsələsinə? Güney məsələsində işləmək lazımdır. Bir daha minnətdaram sizə də eşq olsun. Dəyərli Fərəc bəy, gəldiyinizə görə təşəkkür edirəm. Dəyərli dostlar, Milli Dirçəliş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev idi. Bu gün 20 yanvar günü studiyamızın qonağı. Həftə içində biz İran, Rusiya mövzularını onunla müzakirə edirik. Qısa bir fasiləmiz var.